Deməli bir yaxşı qardaş var. Mən bu iki manqalı vitrinə yığmışdım. Yəni müştərilərin istəməmişdi, yəni zakaz deyildi. Özüm yığdım ki, birdən kiməsə lazım olsa satım. Mənə bir neçə dəfə dedi ki, belə şeyə çox odaqlanma, yəni türklər demişkən, çünki çoxsu istəməz, maraqlı olmaz. Amma mən bilirdim ki, belə deyim də, bazarın istəyinə görə hər kəs həm kompakt, həm də funksional və qiyməti şişirdilməmiş və davamiyyətli. Məsəl üçün piknik üçün manqallar var, amma piknik üçün manqallar əksəriyyəti 1-2 dəfə üçündür. Yəni onu açınkovkadan yığırlar deyə uzaqbaşı 2 dəfə, 3 dəfə işlədəsən sonra xarab olur. Bu amma eynən bu manqal kimidir. Məsəl üçün 15 il bu gedəcəksə elə 15 ildə bu gedəcək. Çünki eyni qalınlıqda yığırıq, eyni materialdan yığırıq. Hələ bunda setka da var. Bu setka da nержавейкаdır. Yəni dediyim kimi əksər hallarda çalışın, əgər siz öz işinizə inanırsınızsa, yəni düzdür, sizə məsləhət pis deyib məsləhət vermirlər. Yəni sizin yaxşılığınızı fikirləşib məsləhət verirlər, amma yenə də əgər buna siz inanırsınızsa özünüz ki, yəni bu satılacaq və yaxud sadəcə ətraf hamısı yox desə belə onu çalışın eləyin. Yəni olmazsa olmaz o heç. Yəni olmazsa siz öz səhvinizin üzərində yeni bir opit qazanmış olasınız, amma olacaqsa nə gözəl. Dediyim kimi bu ikisini satdıq, bir dənə də sifariş götürmüşük.